Salam, dəyərli izləyicilər. İndi sizə Güvənin 11-ci sinif 1 və 2-ci qruplar üçün yazılmış riyaziyyat test toplusundan çevrə bölməsinin qiymətləndirmə suallarının izahatını verəcəm. Başlayaq ilk sualdan. İlk sualımız belədir. Radiusu 12 sm olan çevrənin 90 dərəcəli mərkəzi bucağına uyğun qövsün uzunluğunu tapın. İndi radiusu bizə verib 12. Onda mən çevrənin uzunluğunu tapıram. C bərabərdir 2πr. 2π vur 12 olacaq 24π. 24π çevrənin uzunluğudur. Bizdən soruşur çevrənin 90 dərəcəli mərkəzi bucağına uyğun qövsün uzunluğu. Mən tapmalıyam ki 90 dərəcə 360-ın hansı hissəsidir? 360-ın 1/4 hissəsidir. 1/4. Burada qövsün uzunluğu olacaq. L qövs bərabər olacaq. Çevrənin uzunluğu vurulsun 1/4. 24π vurulsun 1/4 olacaq 6π. Doğru cavabımız burada 6π'ye bərabərdir. Yəni Y variantı. Yəni düz soru olaraq da yadda saxlamaq olar. L qövs bərabərdir. L qövs bərabərdir. Πr alfa bölü 180 dərəcə. Yəni birbaşa bu düz sırada yazmaq olar. İndi yerinə yazsaq, pi vurulsun radius 12, vur 90 dərəcə, bölünsün 180 dərəcə. Burada ixtisarlar gələcək. 1, burada 2 və nəticə alınır yenə də 6π. Yəni doğru cavabımız Y variantı. İkinci sualımız, ANB qövsün dərəcə ölçüsü ANB qövsün dərəcə ölçüsündən 50 dərəcə böyük olarsa, bucaq AOB-ni tapın. Deməli, ANB qövsünün dərəcə ölçüsünə mən X desəm, ANB qövsü də olacaq X plus 50 dərəcə. İndi biz bilirik ki, bu iki qövsün cəmi 360-a bərabərdir. X üstəgəl X plus 50 dərəcə bərabərdir 360 dərəcəyə. Buradan alınır 2x bərabərdir 310 dərəcəyə. X də bərabərdir 310-u 2-yə böləndə bizə verir 155 dərəcə. X tapdıq 155 dərəcə. Bizdə bucaq AOB-ni soruşur. Bucaq AOB deməli sökənib ANB qövsünə. ANB qövsünə sökəndiyi üçün ANB qövsünün dərəcə ölçüsü X-dir, da 155'dir. Ona doğru cavabımız burada olacaq. D variantı 155 dərəcə. Üçüncü sual. Sualımız belədir. Çevrə xaricindəki nöqtədən çevrəyə qədər ən kiçik məsafə 2 sm və ən böyük məsafə 12 sm olarsa çevrənin radiusunu tapın. Deməli, bu olsun bizim çevrəmiz. Burada çevrə xaricində hər hansı bir nöqtə olsun. A nöqtəsi. Buradan çevrəyə ən qısa məsafə, yəni bu məsafəni bizə verib. Bu məsafəni verib bizə 2. Ən böyük məsafə isə, baxın, bu AB məsafəsi olacaq. Ən kiçik məsafə olsun AC məsafəsi, ən böyük məsafə isə olacaq AB məsafəsi. C ilə də B-ni birləşdirsəm, artıq burada elə bir CB olacaq diametr. İndi ən böyük məsafə 12 olduğu üçün, deməli diametr olacaq 10. Diametri 10 olacaq. Radius da bərabərdir. Radius diametrin yarısı. 10'un yarısı. Nəticə olacaq 5. Yəni doğru cavabımız burada C variantı 5'ə bərabərdir. Növbəti sual. 4-cü sual. İki kəsişən çevrənin mərkəzləri arasındakı məsafə 26 sm. Çevrələrin radiusları 14 və 16 sm olarsa, şəklə əsasən AB məsafəsini tapın. İndi mən bunları buradan götürürüm. Biraz şəkli böyüdək bu tərəfdə. Deməli, bizə deyir ki, iki kəsişən çevrənin mərkəzləri arasındakı məsafə, yəni OD-ni bizə verib. OD-ni verib 26. Çevrənin radiusları verib 14 və 16. Yəni OB 14'dür. OD də 16'ya bərabərdir.
AB'ni soruşur. AB'ye mən x desəm, indi OB 14 olduğu üçün bura olacaq 14 çıx x. Sonra AD, burada OD yazmışam, AD olmalıdır. AD 16 olduğu üçün burada olacaq 16 çıx x. Onda OD məsafəsi olacaq 14 çıx x, üstə gəldi x, üstə 16 çıx x. Bərabərdir 26'ya. Burada x'lər getdi. 30 çıx x bərabərdir 26 və x alınır nə? X alınır 4. Yəni doğru cavabımız burada Y variantı 4'ə bərabərdir. Keçək 5-ci suala. Çevrə xaricinə çəkilmiş bərabərli trapesiyanın perimetri 36 santimetr olarsa, yan tərəfi tapın. Ümumiyyətlə deməli bərabərli trapesiyadır. Bu çevrə xaricinə indi bərabərli trapesiya çəkilib. A, B, C, D. İndi 4 bucağının daxilinə çevrə çəkilibsə, qarşı tərəfin cəmi bərabərdir. Yəni AB ilə CD-nin cəmi bərabərdir BC ilə AD-nin cəminə. BC-nin AD-nin cəmi. İndi perimetri bizə verib 36. Perimetr 36 olduğu üçün deməli burada 18 olacaq, burada 18 olacaq. Bərabəryanlı olduğu üçün AB ilə CD bərabərdir. Yan tərəflər bərabərdir. Ona görə də hər biri olacaq 9. Doğru cavabımız burada D variantı 9'a bərabərdir. 6-cı sual. O mərkəzli çevrədə BC toxunanı AB vətəninə bərabər olarsa, bucaq ACB-ni tapın. Şimdi burada yine şəkli burada göstərək. İndi bizdə deyir ki, burada AB vətəri BC toxunana bərabərdir. Yəni burayla buranı bərabər verib. Burayla buranı bərabər verib. Deməli mən bura alfa desəm, burada olacaq alfa. Bərabər yanlı üçbucaqdır. İndi mərkəz nöqtəsini toxunma nöqtəsindən birləşdirsəm, B nöqtəsindən birləşdirsəm, alınacaq bu radius toxunana perpendikulyar. Yəni bu olacaq 90 dərəcə. 90 dərəcə. OB radius olduğu üçün OB də OA-ya bərabərdir. OB OA-ya bərabərdir. Deməli burada olacaq alfa. Bərabər yanlı üçbucaqdır. İndi üçbucağın xarici bucağın xassəsinə görə alfanın cəmi bizə buranı verəcək. Bura olacaq 2 alfa. Xarici bucağı verdi 2 alfa. İndi isə OBC üçbucaq OBC-yə baxırıq. Düzbucaqlı üçbucaqdır. Alfa üstə 2 alfa bərabər 90 dərəcəyə. 3 alfa bərabər 90 dərəcə. Alfa alınır 30 dərəcə. Alfanı tapdıq 30 dərəcə. Bizdən də ACB ilə alfanı soruşur. Ona görə doğru cavabımız burada C variantı 30 dərəcəyə bərabərdir. 7-ci sual. Çevrədə 50 dərəcəli daxili bucağın sökəndiyi qövs neçə dərəcədir? Bu şifahi sualdır. 100 dərəcədir. Daxili bucaq sökəndiyi qövsün yarısına bərabərdir. Daxili bucaq 50 olduğu üçün cavabımız olacaq burada 100 dərəcə. 8-ci sual. O mərkəzli çevrədə bucaq AOC 140 dərəcədir. ABC bucağını soruşur. Bu bucağı soruşur. Mən bura x desəm, bu daxilə çəkilmiş bucaqdır. Bu x bucağı sökənib bu qövsə və daxilə çəkilmiş bucaq olduğu üçün bura olacaq 2x. Bura 2x isə bu 2x uyğun mərkəzi bucaq buradır. Burada olacaq 2x. İndi baxırıq. 2x ilə 140-ın cəmi bərabər 360-a. Hər birini 2-yə bölsəm, x plus 70 dərəcə bərabərdir 180-ə. X bərabərdir 180-dən 70 çıxanda 110 dərəcə.
Yani doğru cevabımız burada Y variantı 110 dereceye beraberdir. 9. sual. O çevrenin merkezi A'yı 6, YB 4, C'ye 3, çevrenin uzunluğunu soruşur. İndi mənə birinci lazımdır burada D'ni tapmaq. Bura X deyirəm. Kərtişən iki vətənin xassəsi CY vurulsun YD bərabərdir AY vurulsun YB'yə. İndi C'yi bizdə 3'dür. YD X. AY 6'dır. YB de 4'tür. 3x bərabərdir 24'e. X alınır 8. Şimdi o merkez olduğu için C'de diametrdir. Yani bu bərabərdir 2 yerə. Yani C'de diametr. CD bərabər olacaq. 3'dən x'in cəmi. Yəni 3'dən 8'in cəmi 11. Çevrənin uzunluğu C bərabərdir 2 pi r və yaxud da pi vurulsun D. D də diametr. Diametr də 11'dir. Pi vurulsun 11 olacaq 11 pi. Yani doğru cevap burada B variantı 11 pi'ye bərabərdir. 10. sual. Konsentrik çevrələrdən böyüğünün radiusu 48 cm, kiçiyinin radiusu isə bu çevrələr arasında qalan halqanın qalınlığına bərabər olarsa, kiçik çevrənin radiusunu tapın. Deməli, konsentrik çevrə o deməkdir ki, mərkəzləri eyni olsun. Biri digərinin daxilində və mərkəzlər də eyni olmalıdır. Hələ ki dəqiq çəkmə olmur. Mərkəzləri baxın eynidir. İndi bizə deyir ki, kiçik çevrənin radiusu bu hissədir. Yəni bura kiçik yer deyirəm. Kiçik çevrənin radiusu bu çevrələr arasında qalan halqanın qalınlığı. Yəni burada yer olacaq. Burada yer. Deməli, E ilə yerin cəmi bizə verir böyük çevrənin radiusu. Böyüğün radiusu verib 48. Deməli, kiçik yerdə olacaq 24. Bizə nə soruşur? Kiçik çevrənin radiusu. Yəni cavabımız burada 24'e bərabərdir. 11. sual. O mərkəzli çevrədə bucaq OCB 70 dərəcə, bucaq CAB-ni soruşur. Nəyə bərabərdir? Burada O ilə B-ni birləşdirsək, baxırıq. Bura radius, burada radius. Yəni OC-də radius, OB-də radius. Deməli, bərabər yanlış bucaqdır OCB. Deməli, burada olacaq 70 dərəcə. 70, buradakı bucaq olacaq 40 dərəcə. Bu mərkəzi bucaqdır bu 40 dərəcə. Mərkəzi bucağın dərəcə ölçüsü söykənli qövsün dərəcə ölçüsünə bərabərdir. Buraya 40 dərəcə olduğu üçün bu qövs olacaq 40 dərəcə. Bizdən nə soruşur? Bu bucağı. Bura alfa deyirəm. Alfanı soruşur. Baxırıq ki, alfa daxilə çəkilmiş bucaqdır və 40 dərəcə söykənib. Alfa olacaq 40 dərəcənin yarısı. Yəni 20 dərəcə. Doğru cavabımız olacaq burada A variantı. 20 dərəcəyə bərabər. 12. sual. AND 85 dərəcə. Hətta bunu bu tərəfdə götürək, böyüdək. Hətta bunu daha rahat yolu isbatını da göstərəcəm. AND 85 dərəcə. Sonra CMB 65 dərəcə. AB və CD vətələri arasındakı kiçik bucaq. Kiçik bucaq elə bura olacaq. İkisinin cəminin yarısıdır. 85 ilə 65'in cəminin yarısıdır. 85 ilə 65 toplayanda 150 yarısı 75 dərəcədir. Y variantı. İndi bu hardan çıxır? Mən burada A ilə C-ni birləşdirsəm,
CAB bucağı, yəni bu bucaq alfa sökənib 65-ə. Daxilə çəkilmiş bucaq olduğu üçün alfa olacaq 65-in yarısı. Burada deyirəm beta. Beta da sökənib 85-ə. Beta da olacaq 85-in yarısı. Burada x deyirəm. Bizdən buranı soruşur. X bərabərdir alfa ilə betanın cəmi. Üç bucağın xarici bucağı ona qonşu olan iki daxili bucağın cəmini verir. 65'in yarısı üstə gəlir 85'in yarısı. Bu da bərabərdir 150'nin yarısı. Yəni 75. Yəni düz turda buradan çıxır. 13-cü sual və sualımız belədir. Radiusları 6 sm və 3 sm olan iki çevrənin mərkəzləri arasındakı məsafə 6 sm olarsa, bu çevrələrin qarşılıqlı vəziyyətini müəyyən edin. Mərkəzləri arasındakı məsafə 6 sm. Baxın, xaricdən toxunsa bunlar, mərkəzləri arasındakı məsafə olacaq cəmi 9. Daxildən toxunanda mərkəzləri arasındakı məsafə radiusların fərqi 3 olur. Konsentrik olanda yenə mərkəzləri arasındakı məsafə konsentrik olanda mərkəzləri üstə düşür. Sonra deyir ki, çevrələr üstə düşür. Elə bir şey yoxdur axı. Doğru cavab olacaq kəsişir. Yəni bu çevrə kəsişəndə onların mərkəzləri arasındakı məsafə artıq 6 sm ola bilər. Yəni mərkəzləri arasındakı məsafə. Deməli, baxaq. Deməli, kəsişəndə ümumiyyətlə kəsişəndə belə deyim də, mərkəzləri arasındakı məsafə radiusların cəmindən kiçik olmalıdır. Çünki xaricdən toxun, bax belə deyək də, belə şəkillə çəksək biraz uzun gedəcək. Xaricdən toxunanda deməli bu da R-dir. O1, O2. Xaricdən toxunanda O1-in O2-nin cəmidir. O1-in O2-nin cəmidir məsafə. Amma artıq kəsişəndə deməli həmin məsafə O1-in O2-nin cəmində nə olacaq? Daha doğrusu O1, O2 yazdım burada. Radiusları cəmi yazmalıydım. Amma kəsişəndə isə radiusları cəmindən kiçik olacaq. Baxıram ki, məsafəni 6 verib, deməli 6-dan 3-ün cəmindən kiçikdir. Deməli bunlar kəsişir. Bu şəkildə. Növbəti sual, 14-cü sual. O çevrənin mərkəzi AB toxunan BAC 30 dərəcə və CO 2/3 olarsa AB-ni soruşur bizdən. AB-ni tapaq indi. Deməli, o çevrənin mərkəzi AB toxunan deyir. Burada mən O nöqtəsi ilə B-ni birləşdirəcəm. Radius toxunma nöqtəsinə perpendikulardır. Bura 90. Bura 90. 30 olduğu üçün bura olacaq 60 dərəcə. 60. Bura radius, bu da radiusdur. Radius. CO-nu verib 2/3. Yəni radiusu bizə verib 2/3. Radius da baxırıq ki, 30-un qarşısıdır burada. OBA üç bucağına baxanda 30-un qarşısı radiusdur. 60-ın qarşısı olacaq radiusun kökdə 3 misli. Deməli 2/3-ün də kökdə 3 misli olacaq cavab 6. Yəni doğru cavab burada D variantı. 15-ci sual. Şəkildə AB və BC vətərlərdir. ABC qövsü 150 dərəcə olarsa alfanı soruşur. ABC qövsü. Baxın, bu qövsü verir bizə 150 dərəcə. Bura 150 dərəcədirsə, digər tərəfdəki bu qövs olacaq 210 dərəcə. Yəni 360-dan çıxmalıyıq.
Alfa daxilə çəkilmiş bucaqdır və sökəndi qövsü 210 dərəcədir. Deməli, daxilə çəkilmiş bucaq sökəndi qövsünün yarısıdır. Ona görə doğru cavabımız 210'un yarısı 105 dərəcə. 16-cı sual. Radiusları 3 və 9 olan çevrələr xaricdən toxunur. Çevrələrin mərkəzləri arasındakı məsafəni tapın, bayaq göstərdim. Xaricdən toxunanda mərkəzlər arasındakı məsafə radiusları cəmidir. Daxildən toxunanda isə radiusların fərqinə bərabərdir. 17-ci sual. Perimetr ABC 48 cm və toxunan çevrələrdən ikisinin radiusu 10 və 8 olarsa, üçüncü çevrənin radiusunu tapın. Deməli, bura radius 10 deyirəm. Burada da radius 8 deyirəm. Bura 10'dursa burada 10 olacaq. Bura 8, burada 8. Burada R deyirəm, burada olacaq R. R. İndi perimetr. Perimetr baxıram ki, R plus 8 plus 18 plus R plus 10'a bərabərdir. Bərabərdir 48 verib. İndi baxıram, sol tərəfdə 2R, 2R. 8, 18, bu da 10. 36. Bərabərdir 48'ə. 2R bərabərdir 12'yə. R də çıxır 6. Deməli, üçüncü çevrənin radiusu olacaq 6'ya bərabər. 18-ci sual. O1 və O2 mərkəzli çevrələr xaricdən bir-birinə toxunur. O1 A5, O2 B3 olarsa AB-ni soruşur. Bunun hazır düsturu var. Birinci düsturu yazıram. AB bərabər 2 kök altında R vurulsun R. Yəni 2 kök altında 5 vur 3. 2 kökdə 15. İndi düstur olmadan necə yazacağıq? Düsturda indi deyəcəyim yerdən çıxır. Düstur olmadan necə yazacağıq? Deməli, mən kiçik çevrənin mərkəzindən AB-yə paralel bir xətt çəkirəm. Paralel bir xətt. İndi məlum məsələdir. O2B radiusdur. Radius toxunana perpendikulardır. Bura 90. Bura 90. İndi bu çəkdim. O2, O3 deyim bura. O2, O3. Düz xəttdir. AB-yə paralel olduğu üçün burada 90 olacaq. Burada 90. Bura 3 olduğu üçün burada 3. Ümumi 5 olduğu üçün balaca hissə olacaq 2. O1, O2'ni birləşdirsəm, radiusları cəmi olacaq. Radius bu 3, bu da 5. Olur 8. Radiusları cəmi 8. Burada AB-nin x, burada x olacaq. İndi burada düzbucağı O1, O2, O3 düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqdır. 2'nin kvadratı plus x kvadrat bərabər 8'in kvadratı. 4 üstəgəl x kvadrat bərabərdir 64'ə. X kvadrat bərabərdir 60'a. X bərabərdir kökdə 60. Bu da 4 vur 15 deməkdir. Yəni 2 kökdə 15. Doğru cavabımız burada 2 kökdə 15'ə bərabərdir. Düstur da buradan çıxır. 19-cu sual. Radiusu 15 cm olan çevrənin mərkəzindən müxtəlif tərəflərdə yerləşən uzunları 24 cm və 18 cm olan paralel vətənlər arasındakı məsafəni soruşur. Deməli, çevrə çəkirik əvvəlcə. Bu olsun onun mərkəzi. İndi mərkəzdən deyir ki, müxtəlif tərəflərdə içinə vətər çəkilib. Vətərin birinin uzunluğu 24'dür. Birinin də uzunluğu 18'dir. Bura 18. Burada 24. Mərkəzdən vətərə perpendikular çəksəm, vətəri yarıya böləcək. 12, 12, 12. Eyni zamanda burada olacaq 9, 9. İndi mən mərkəz nöqtəsindən bu vətərin digər uz nöqtəsini birləşdirsəm, radiusdur. Radiusa verib 15. Bura 15. Eyni zamanda buranı da birləşdirsəm, bu da radiusdur 15. 15, 9 Pifagorla bura çıxacaq 12. 15, 12 Pifagorla bura çıxacaq 9. Bizdən baxın bu məsafəni soruşur. 12 ilə 9'un cəmi nəticə olacaq 21. Yəni doğru cavabımız burada 21'ə bərabərdir. 20-ci sual. Radiusu 18 cm və mərkəzi O1 olan yarım çevrə ilə
Radiusu 7 santimetr və mərkəzi O2 olan çevrə bir-birinə toxunur. Şəklə əsasən deyir BC-ni tapın. BC nəyə bərabərdir? Maraqlı bir sualdır. Sadəcə bir xətt çəkməklə alınacaq yəqin ki, bir xətt gördüm. İndi onu çəkəcəm. Baxın, burada biz O1 ilə O2-ni birləşdirsək, bu olacaq radiusları cəmi. Bura 7 olacaq, burada olacaq 18. Yəni O1, O2 olacaq neçə? 25. İndi O2C AC toxunur. Bura 90 dərəcə olacaq. 90 dərəcə. Onda burada mən x desəm, x kvadrat üstə gəl 7-nin kvadratı bərabərdir 25-in kvadratı. X kvadrat üstə gəl 49 bərabərdir 625. X kvadrat bərabərdir 576-ya. X bərabərdir 24. X 24'dür. İndi bizdən də BC-ni soruşur. BC deməli O1B ilə BC-nin cəmi O1C-ni verir. O1B 18 plus BC bərabərdir O1C. O1C-də tapmışıq x-dir. O da 24. Deməli BC bərabərdir 6. Yəni doğru cavabımız burada da 6-ya bərabərdir. Yəni C variantı. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.